Hər vaxtınız xeyir olsun. Gün ilə ənənəvi olaraq hava haqqında məlumatını diqqətinizə çatdırırıq. Bugün oktyabrın 20-sidir və oktyabrın 21-nə olan hava haqqında məlumat isə Milli Hidrometeorologiya Xidməti açıqlayıb. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimal edilir. Mülayim şimal-qərb küləyi, gündüz isə arabir güclənəcək. Havanın temperaturu gecə 14-16 dərəcə, gündüz isə 17-20 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın bölgələrinə gəlincə, rayonlarda bəzi yerlərdə arabir yağış yağacaq, şimşək çaxacaq, ayrı-ayrı yerlərdə isə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi və yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimal edilir. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi, ayrı-ayrı yerlərdə isə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14 dərəcə, gündüz isə 17-21 dərəcə isti olacaq. Dağlarda isə gecə 1-5 dərəcə, gündüz isə 5-9 dərəcə isti olacağı proqnozlaşdırılır.